Salam, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası sahəsində metodist. Bugünkü mövzumuz sən kimsən? Adı altında insanların xarakterinin, kimliyinin və insan psixologiyasına təsir edən mənfi faktorları necə ortadan qaldırılmalı və onun səbəblərinin nədən qaynaqlandığını sizlərə izah etmək olacaq. Ümumən bilinir ki, və çox sadə bir nümunə olaraq onu demək olar ki, insan psixologiyası adətən kənar faktorların təsirindən asılıdır. Bəli, doğru eşitdiniz. Bu 99% belədir. Məsələn, adi bir qısa bir nümunə deyək. Mənim oğlum Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olubsa, başqasının da həmin oğlumla həmyaşıd olan və eyni sinifdə hazırlığa gedən iki şagird varsa, mütləq şəkildə arada rəqabət formalaşır. Doğrudur, bu rəqabət pis faktor deyil. Amma bir digər mənim faktor ondan ibarətdir ki, mənim oğlumun İqtisad Universitetinə qəbul olduğu il həmin valideynin övladı qəbul olmayacaqsa, övladına olan baskı, təzyiq ya intihara sövq edəcək, ya baskı təzyiqlərin nəticəsində gender dəyişikliyi yaranacaq. Çox qlobal bir mövzudur bu. Məsələn, baskı təzyiqlərdən adətən bu dəqiqə günümüzdə daha çox tez-tez rastlaşılan oğlanların qız kimi davranması və ya qızların əksinə oğlan kimi davranması, bu da bir psixoloji bir pozuntudur. Halbuki, intihara gedilən və ona sövq olunmasına aparmaqdansa, övladını aparıb hər hansı bir peşə sahəsinə, məsələn, maşın ustası və aparıb qoya bilər. Amma yox, mütləq şəkildə oxumalıdır. Çünki ölkə olaraq belə formalaşıb təməldə. Düzdür, ali təhsil vacibdir. Amma hər kəsin potensialı eyni səviyyədə ola bilməz. Və bir digər faktor ondan ibarətdir ki, valideyn heç bir zaman övladını bizim hansı ki indiki mövzumuzun adı olan bir masada otuzdurub və ya çağırıb övladım deyə sən kimsən və sənin düşüncələrin nədir, onun əsasında irəli bir şey sürülməyib. Daim olaraq öz fikirlər, öz düşüncələr və yaranan müəyyən bir problemlər. Və nəticədə övladını düşünülmədiyi üçün sonda mütləq şəkildə övlad da ona qarşı zaman keçdikcə aqressiyalar yaranır. İstəmsiz də daxildən gələn kinlər, nifrət və nəticədə övladla valideyn arasında qırılma nöqtəsinə gətirib çıxarır. Ona görə hər zaman ilk başda sən kimsən? Məqsədin nə? Düşüncələrin nə? Planların nə? O qədər günümüzdə çox savadlı olub, lakin müəyyən ya maddi, ya mənəvi dəstək olmadığı üçün eyni yerdə qalan insanlar var. Daimi olaraq bu da onun göstəricisidir ki, ilk başda təməl olaraq ailədən gəlir problem. Yəni, heç bir kəsin durduğu yerdə nə problemi yarana bilməz. Doğrudur, müəyyən psixoloji təsirlər ola bilər, amma 99% durduğu yerdə problem yarana bilməz. Mütləq şəkildə ailə. Və son olaraq da bu mövzu ətrafında onu da qeyd edək ki, bu problemin yaranmasına danışdıq və həlli yolu odur ki, hər zaman istər qeyd etdiyimiz nümunə kimi abituriyent formatında ali məktəbə, universitetə qəbul hazırlaşan və qəbul olmaq istəyən, o istiqamətdə getmək istəyən şagirdi, övladı mütləq şəkildə ilk başda dinləməlisən. Və əgər getdi, kəsildi, keçə bilmədi, götür, başqa bir peşə sahəsinə hazırlaşmağa təkan ver. Dünya dağılmıyor ki. Və yaxud hər şey universitet deyil ki. Suallarınız olduğu təqdirdə şərh bölməsini yazaq
və soruşa bilərsiniz. Psixoloji dəstək ilk başda insanın ailəsindən və sonra vaxt zaman getdikcə təcrübələr toplayaraq insanın özündən asılıdır.